Uşaqlar, bugün keçirik 19-cu əsr Azərbaycan mədəniyyəti mövzusuna. Mədəniyyət deyəndə ümumiyyətlə biz başa düşürük burada məsələn məktəblər, təhsil, elm, sonra elm adamları, memarlıq, incəsənət, ədəbiyyat, qəzetlər və s. kimi başa düşürük. İlk olaraq Çar Rusiyası Azərbaycanda təhsilə yavaş-yavaş önəm verilməyə başlayır 19-cu əsrin ortalarından etibarən. Ona görə ki, Çar Rusiyası istəyirdi ki, Rusiyaya sədaqətli məmurlar yetişdirsin yerdə ki, idarə etmək, müstəmləkə siyasətini həyata keçirmək daha asan olsun. Bu dövrə qədər Azərbaycanda təhsil əsasən mollaxanalarda, mədrəsələrdə gedirdi. Yəni, çox dini biliklər əsasına öyrənilirdi. Və 1829-cu ildə ilk olaraq Qəza məktəbləri haqqında əsasnamə verilir və bu əsasnaməyə görə 1830-cu ildə Şuşada ilk Qəza məktəbi açılır. Bu Qəza məktəbləri nə deməkdir? Rus dilli Qəza məktəblərinin açılması ibtidai və eyni zamanda dünyəvi təhsilin əsasının qoyulması idi. Yəni, ilk dəfə dünyəvi təhsilin əsası məhz bu Qəza məktəbləri haqqında əsasnamə ilə 1830-cu ildə Şuşada açılmış Qəza məktəbi idi. Burada Azərbaycan dili də tədris edilirdi. 1849-cu ildə isə müsəlman məktəbləri açılmışdır. Gəncədə, Şuşada, Şamaxıda və Bakıda müsəlman məktəbləri təsis edilmişdir. Məktəblər haqqında danışarkən biz bura əlavə eləməliyik digər əsasnamələri. 72-ci il və 74-cü il əsasnamələrini. 72-ci il əsasnaməsi bizə deyir ki, 1829-cu ildə açılan Qəza məktəbləri 72-ci ildə ləğv edilərək yerində 6 illik pullu şəhər məktəbləri açılır. Deməli, 29-cu ildə açılan Qəza məktəblərinin yerini 72-ci ildə 6 illik pullu şəhər məktəbləri tutur. 74-cü il əsasnaməsi ilə isə kəndlilər üçün ibtidai məktəblər təsis edilir. Kəndlilərin oxuması üçün ibtidai məktəblər təsis edilmişdir. Biz ibtidai təhsil haqqında dedik. İndi baxaq görək, bəs Bakıda orta məktəbin əsası nə zaman qoyulmuşdur? Orta məktəbin əsası 1865-ci ildə Bakıda ilk gimnaziyanın açılması ilə qoyulmuşdur. Bax, bu dünyəvi təhsilin əsası idi 29-cu ildə Qəza məktəbləri. Bu isə ilk orta məktəbin əsasının qoyulması idi. 74-cü ildə isə Bakıda qızlar üçün də bu tipli gimnaziya, yəni orta məktəb təsis edilmişdir. 1887-ci ildə isə Rus-Azərbaycan məktəbləri yaradılmışdır. Hədib Mahmudbəyov və Sultan Məcid Qənizadə tərəfindən. Rus-Azərbaycan məktəbinin fərqli cəhəti o idi ki, burada Azərbaycan dili məcburi fən kimi tədris edilirdi. Sonra baxaq bizim üsul-i cədid məktəblərinə. Üsul-i cədid məktəbləri, yəni yeni üsulla tədris edilən məktəblər deməkdir. Burada əvvəlki məktəblərdən, mollaxanadan, mədrəsələrdən fərqli olaraq cismani cəzalar, fiziki cəzalar tətbiq edilmirdi və yeni üsullarla keçirilirdi. İlk olaraq Şamaxıda Seyid Əzmi Şirvani tərəfindən 1869-da açılmışdır. Mir Mövsüm Məmrov tərəfindən Şuşada, Məmməd Tağlı Sidqi tərəfindən Naxçıvanda və Mirzə Həsən Rüşdiyyə tərəfindən İrəvanda və Təbrizdə üsul-i cədid məktəbləri fəaliyyət göstərmişdir. Məktəblər haqqında bu qədər. Bunlar hər biri testə düşür və bunları bir-birindən fərqləndirmək lazımdır. Əzbərə ehtiyac yoxdur, çox asan formada. 29 Qəza məktəbi, 72 Qəza məktəbi, yeni pullu şəhər məktəbi, 74-cü ildə kəndlilər üçün məktəblər, 65 ilk orta məktəbi, yəni gimnaziyanın əsası qoyulmuşdur. Digərləri isə üsul cədid məktəbləri, Rus-Azərbaycan məktəbləri. Bəs bu məktəblərdə müəllimləri yetişdirmək üçün müəssisə nə zaman açılmışdır desələr, 76-cı ildə Qori müəllimlər seminariyası təşkil edilmişdir. Qori müəllimlər seminariyası müəllim yetişdirmək üçün idi və onun Azərbaycan şöbəsi isə 1879-da təsis edilmişdir. Biz xalq cümhuriyyəti dövründə keçəcəyik. 1918-də də bu Qori müəllimlər seminariyasının Azərbaycanda, Qazaxda filialı açılmışdır. Məsələn, bildiyim qədər Qori'də oxuyanlardan biri Üzeyir Hacıbəyev Qori müəllimlər seminariyasını bitirmişdir. 81-ci ildə də İrəvanda müəllimlər seminariyası təşkil edilmişdir. Elmə baxsaq, bu dövrdə elminə baxsaq, əsərlər var idi. Mən burada qeyd eləməmişəm, amma əsərlər var idi ki,
Məsələn, Kərimağa Fatihin Şəkxanlarının müxtəsər tarixi, Mirzə Adgözəl bəyin Qarabağnamə, Mirzə Camal Cavanşirin Qarabağın siyasi tarixi kimi əsərlər var idi. İskəndər bəy Hacınskinin isə deməli var idi, Qubalı Fətəli xanın həyatı haqqında əsərlər var idi. Dövrün elm adamlarından ən əsas Bakıxanovu bilməliyik. Çünki Bakıxanov özü Azərbaycan tarixinin ən qədim dövrdən Gülüstan sülhünə qədər olan hissəsini elmləşdirmişdir. Yəni kitabına gətirmişdə Gülüstan-ı İrəm əsərini yazmışdır. Gülüstan-ı İrəm ən qədim dövrdən Gülüstan müharibəsinə qədər ki dövr. Və Bakıxanov özü Rus idarələrində belə desək, müxtəlif vəzifələrdə tərcüməçi və sair vəzifələrdə işləmişdir. Şirvaninin, Hacı Şirvani isə dövrün səyyahı, coğrafiyaşünas alimi olmuşdur. Dövrün digər elm adamları Topçubaşovla Kazım bəydir ki, bunlar da testlərə düşür. Topçubaşov Peterburq Universitetində dərs demişdir, Şərq Numizmatika şöbəsinə rəhbərlik etmişdir. O, Böyük Britaniyanın Kral Asiya Cəmiyyətinin üzvü olmuş, eyni zamanda Rusiyanın Arxeologiya Cəmiyyətinin üzvü olmuşdur. Kazım bəy də həyatı Peterburq Kazan Universitetlərində dərs deməli keçmişdir şərqşünaslıqdan və bunlar arasında oxşar cəhət kimi deməli bu sadalarlıqlarımızı deyə bilərik. Teatr məsələsinə baxsaq, 73-cü ildə ilk teatr tamaşası deməli göstərilmişdir, tamaşaya qoyulmuşdur. Mirzə Fətəli Axundovun deməli Sərgüzəşt Vəzirxan Lənkəran əsəri tamaşaya qoyulmuşdur. Ancaq tamaşada iki aktyorların, yəni bir teatr yox idi də. Ona görə də Tağıyev 1883-cü ildə Bakıda ilk teatr binasını tikdirmişdir. Bu da asanlıqla 73-83, 10 il fərqlə yadda saxlamaq mümkündür. Dövrün mütəfəkkirindən biri də Axundov idi. Mirzə Fətəli Axundov çox savadlı, bilikli, ziyalı. Azərbaycanda Axundov satiranın əsasını qoyub səhv eləmirəmsə, satiranın əsasını qoymuş şəxs idi. Dövrün qəzetlərinə baxsaq, Əkinçi qəzeti 1875-77-ci illərdə milli mətbuatımızın 22 yılda əsası qoyulmuş qəzet idi Həsən bəy Zərdabi tərəfindən. Bu qəzetdə xalqı oyandırmaq, milli ruhunu inkişaf etdirmək üçün eyni zamanda müxtəlif elmi məlumatlar, əkinçiliyə dair məlumatlar dərc olunurdu. 77-ci ildə Rus-Türk müharibəsi zamanı türkləri belə deyək, tərifləyən, türk yönümlü müəyyən fikirlər paylaşdığı üçün qəzetdə onun fəaliyyəti dayandırılmışdır. 79-cu ildə Ziya qəzeti, 83-cü ildə Kəşkül qəzeti, Cəlal Ünsüzadə və Səid Əfəndi Ünsüzadə tərəfindən bu qəzetlər İzləyiş və sahibi ortaqların əsasında. O belə. Bəs Axundov nə idi? Axundov dramaturgiyanın banisi Axundovdur. Dramaturgiyanın banisi. Bu qəzetlərin hər biri Azərbaycan türkçəsində çap olunurdu. Kəşkül qəzetində isə keçən növbədə keçmişdir. 1891-də ilk dəfə Kəşkül qəzetində Azərbaycan milləti ifadəsi işlənmişdir. Dövrün rəssamlarına baxsaq, Mirzə Qədim İrəvani var, onun Abbas Mirzə, Oturan Qadın və s. kimi əsərləri var idi, dövrün bəstəkarları var idi. Mirzə Qədim İrəvani dediyim kimi dövrün ən məşhur rəssamı olmuşdur. Dövrün memarlarından Qastovski, Qasım bəy Hacıbabəyov kimi deməli memarlarımız olmuşdur ki, Qastovskinin layihəsi əsasında 1898-1900-cü illərdə Tağıyevin Qızlar Məktəbi açılmışdır, tikilmişdir, yəni və açılmışdır. Bundan başqa Bakıdakı memarlıq nümunələrinin çoxu məhz bu şəxslərin adı ilə bağlıdır. Belə, mədəniyyət mövzumuz bu qədər. Bunları fərqləndirməli, xüsusən məktəblərə əsaslanmalı bilmək lazımdır.